Demin 20 sınağından sınaq üçün izahını edirəm. Test 1-də deyilir, karbohidrat, yağ və zülal üçün ümumi olan funksiya. Dərs vaxtıda mən bunu dəfələrlə bu sualı vermişəm. Energetik və inşaat funksiyasıdır. Ona görə də tapmaq sizin üçün çətin olmamalıdır. 2. Yaşıl bakteriyalar üçün doğru ifadələri müəyyən edin. Yaşıl bakteriyalar fotosintez edici bakteriyalardandır. Birdə deyilir, fotosintez edərkən sərbəst oksigen qazı xaric etmir. Bəli, bu fikir doğrudur. Çünki ilk dəfə olaraq sərbəst oksigeni xaric edən siyanobakteriyalar olub. 2. Xemosintez edir, yanlışdır. Xemosintez etmirlər, fototroflardılar. 3. Xromatofora malikdir. Bu da yanlışdır. Çünki heç bir bakteriyada xromatofor yoxdur. Və onlarda xlorofil pigmenti var, fotosintez edicilərdə təbii ki. O da indi bəzilərində sərbəst halda stoplazmada, siyanobakteriyada isə fotosintetik membran üzərində yerləşir. 4. Translyasiya prosesi ribosomda gedir. Bu fikir doğrudur, çünki hüceyrə orqanoidlərindən bakteriyalarda yeganə ribosom vardır. Avtotrof yolla qidalanır, fotosintez etdiyinə görə, bəli, avtotrof yolla qidalanır, fikri doğrudur. Transkripsiya prosesi nüvədə gedir, ümumiyyətlə nüvəsi yoxdur da, necə nüvədə gedə bilər? Deməli, fikir yanlışdır. 1 doğru, 4 doğru və 5 doğru, deməli, C variantı burada doğrudur. Sonra 3. Heyvan növü öküz soliteridir. Əzələ fəaliyyətinə sərf olunan enerji deyir 1200 kilojoule olmuşdur. Parçalanmaya məruz qalan qlikoza və biz bilirik ki, öküz soliteri yalnız oksigensiz, yəni qlikoliz mərhələdə olan enerji hesabına fəaliyyət göstərir. Çünki anaerob mühitdə yaşadıkları üçün oksigenli tənəffüs onlarda baş vermir. İndi əzələ fəaliyyətinə sərf olunan enerji və burada bizdən molla soruşur. Biz də tənasüb qururuq ki, 80 kilojoule, nəyə görə 80 götürdüm? Bu 200-ün axı 80 kilojoule ATF şəklinə istifadə olunandır, yəni ATF-ə çevriləndir, hansı ki, ümumi 200 kilojouledan qlikoliz mərhələsində. Ona görə deyirik ki, 80 kilojoule ATF enerjisindən istifadə edirəm. Bunu biz nə qədər glikozadan alırıq? 1 mol glikozadan alırıq, düzdür? Deməli, 1 mol C6H12O6-dan alırıq. İndi isə deyir ki, 1200 kilojoule istifadə edib. İndi neçə mol olacaq? 1200-ü bölürük 80-ə, x də bərabər edir 15. 15 mol, yəni cavab Y variantı. 4. Buna da demişdim ki, dərsdə şəkilə diqqətli olacaqsınız. Sxemə əsasən hansı ifadə doğrudur? Deməli, A, B, C göstərilmişdir. Burada C nədir? C lipidlərdir. B nə idi? Polisaxaridlər idi. A da zülal idi. İndi baxaq, doğru olan hansıdır? A-da deyilir, C hidrofil maddədir. C lipiddirsə, bu hidrofil yox, hidrofob olacaq. Deməli, doğru deyil. A-ya yazır polinukleotiddir. A nədir? Zülaldır. Bu polipeptid olmalı idi. Polinukleotid yox, yanlışdır. C, B monosaxaridlərdən təşkil olunub. Bəli, B polisaxariddirsə, monosaxaridlərdən təşkil olunub fikri doğrudur. Sonra D-də deyilir ki, C polimerdir, lipidlər polimer deyil, yanlışdır. B polipeptiddir, polipeptid olan A-dır, deməli ki, o da yanlışdır. Beş. Hüceyrədə ribosomun fəallığının artması hansı maddə miqdarının azalmasına səbəb olur? Ribosomun fəallığı artıbsa, deməli ki, zülal sintezi gedir. O zaman sərbəst amin turşular arasında peptid rabitə əmələ gəlməklə polipeptid bir zəncir sintezi olunur deməkdir. Ona görə də amin turşularının miqdarı azalacaq. 6. İnterferon və insulin müvafiq olaraq hansı funksiyanı yerinə yetirir? İnterferon qoruyucu funksiya idi. İnsulin də tənzimləyici, qanda şəkərin miqdarını tənzimləyirdi insulin. Ona görə də olacaq cavab burada D variantı.
7. Fotosintez zamanı elektronunu itirmiş xlorofil molekulu bu itkini hansı molekul hesabına bərpa edir? Suyun hesabına bərpa edirdi. Çünki su fotolizə uğrayırdı və OH öz elektronunu xlorofilə verərək sərbəst OH radikalına çevrilirdi. Deməli ki, bu işi görən sudur, Y variantı. 8. Energetik mübadilənin 3-cü mərhələsi necə adlanır? Oksigenli mərhələdir, hüceyrə tənəffüsü adlanır. Qlikoliz 2-dir, hazırlıq mərhələsi 1-dir. Fotosintez başqadır, oksigensiz o yenə də ikinci mərhələdir. 9. Bir hüceyrənin quruluşunu tədqiq edən zaman orqanoid kütlərindən hansına birgə rast gəlinmir? Hüceyrə mərkəzi ilə xloroplasta birgə rast gələ bilmərik. Səbəb, hüceyrə mərkəzi ali bitkilərdə yoxdur. Xloroplastdakı yalnız və yalnız ali bitkilərdə vardır. Çünki xloroplast hüceyrə orqanoidinə yalnız bir aləmdə rast gəlirik və ən cavan hüceyrə orqanoididir. 10. Bir ribosom 18 saniyə müddətində bir molekul zülal transilyasiya edir. Deməli, zaman olaraq 0,8 saniyə verilmişdir bizə ki, mRNT-si üzərində, deməli, ribosom 0,2 saniyədə bir triplet sürəti ilə hərəkət edərsə, bu zülalın genin kodlaşdırıcı, baxın, kodlaşdırıcı sözü var, sahəsinin kütləsi nə qədər olar? Deməli, mən əvvəlcə bilməliyəm ki, 18 saniyə ərzində neçə dənə amin turşu polipeptid zəncirə birləşmişdir. Bunun üçün hər biri 0,2 saniyədən bir birləşirsə, deməli ki, 18-i bölməliyəm 0,2 saniyəyə. Bu da edəcək, deməli, 90 amin turşu elə 90 triplet deməkdir. Çünki mənə burada triplet lazımdır. Elə 90 amin turşu, hər amin turşu bir triplet ilə kodlaşdığı üçün kodlaşdırıcı triplet sayım deməli elə 90-dır. Baxın, burada kodlaşdırıcı sözü var, ona görə stop kodu hesablamağa artıq ehtiyac yoxdur. Və həmin genin kodlaşdırıcı sahəsinin kütləsi deyirsə, 90 triplet var və hər tripletimin kütləsi də 900 atom kütlə vahididir. O zaman 90-ı vururam 900 atom kütlə vahidinə, o da edir 81 min. Yəni cavab D variantı. 11. Ribosomun kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometr olan mRNT, ribosom özü kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometr olan məlumat RNT üzərində zülal sintez edir. Yaranan bir zəncirli zülal molekulunda neçə amin turşu 2 peptid rabitəni əmələ gətirir? Deməli, uzunluq olaraq 204 nanometr verilmişdir mRNT-nin uzunluğu və mən buradan nukleotid sayını tapmağa çalışacağam. Necə taparam? Bir nukleotidin uzunluğu nə qədərdir? 0,34 nanometr. O zaman 204-ü bölürəm 0,34 nanometrə. Bu edir 0,34 nanometrə, bu edir 600. Bu 600 olan nədir? Nukleotidlərin sayı. Hələ bu nukleotidlərdir. Daha sonra mənə nə lazımdır? Zülal molekulu dediyinə görə amin turşu lazımdır mənə. 600 nukleotid. Deməli ki, 200 amin turşunu kodlaşdıracaq. Baxın, burada yenə də kodlaşdırıcı sözü yazıldığı üçün stop kod nəzərə alınmır. Çünki kodlaşdırıcı hissənin uzunluğu 204 nanometr idi. Kodlaşdırıcı hissədə 600 nukleotid olduğunu biz tapdıq və həmin 600 nukleotidi mən bölürəm triplet halına gətirməyim üçün 3-ə. Bu edir 200. Deməli, 200 kodlaşdırıcı triplet vardır. Bu da o deməkdir ki, 200 amin turşu kodlaşdırmışdır. Daha sonra deyir ki, 2 peptid rabitə əmələ gətirəm. Bizə demişdik ki, neçə amin turşudan əmələ gəlirsə gəlsin zülal molekulu, cəmi bir başladan, bir də sonlandıran bir peptid rabitənin əmələ gəlməsinə iştirak edir. Ortada olan nə qədər amin turşular varsa, hamısı 2 peptid rabitənin əmələ gəlməsində iştirak edəcəkdir. Deməli, 200-dən yalnız 2-ni çıxıram, başladan və sonlandıran, edir 198. Bu da ortada olan, yəni 2 peptid rabitənin əmələ gəlməsində iştirak edən amin turşularının sayıdır. Cavab D variantı. 12.
ATF molekulunda azot əsaslarının sayını X olaraq verir. Ortofosfat turşu qalıqlarının sayı 36-dır. Makroergik rabitələrin sayı Y, X topla Y cəmini hesablayın. Və bu ATF molekulunda bilirik ki, ortofosfat turşularının qalıqlarının sayı hər molekul üçün 3-dür. O zaman 36-nı 3-ə bölməklə tapırıq ki, 12 ATF molekulu var imiş. Və nə qədər ATF molekulu varsa, hər ATF molekulunda da bir azot əsası olur. Deməli, elə 12 də azot əsasıdır. Makroergik rabitələrin sayı da hər ATF molekulu üçün 2 hesablanılır, 2 götürülür. Deməli, Y-dəki 12 vurulsun 2, 24-dür. 12 ilə 24-ü də toplayacağım zaman, bu da edir 36, yəni cavab C variantı. 13. İnsulin və somatotropin hormonları üçün ortaq xüsusiyyətləri müəyyən edin. Deməli, insulin, bir də somatotropin, hər ikisi zülaldır. Baxaq, nə deyir? Polipeptid birləşmədir. Bəli, çünki hər ikisi zülaldır. Axacaqlarla orqan boşluğuna ifraz olunur, hormondular və daxili sekresiya vəzləri tərəfindən ifraz olunan hormondular. Birbaşa qana axıdılır, 2 doğru deyil. 3-də deyilir, tərkibində oksigen, zülal olduğu üçün azot, hidrogen və karbon elementləri daxildir, fikir doğrudur. 4-də deyilir, qarışıq sekresiya vəzlərinin hüceyrələrində sintez olunur. Bu, deməli, ortaq funksiya deyil, çünki bizə ortaq lazım idi. Somatotropin bilirik ki, hipofisin hormonudur. Hipofiz qarışıq sekresiya vəzsi deyil. İnsulin mədə-altınındır. Bu qarışıq olsa da ortaq xüsusiyyət deyildir. 4-ü götürmürük. Sintezi ribosomlarda gedir. Bəli, bu da doğrudur. Hər ikisi zülal olduğu üçün sintezi ribosomlarda gedir. 1, 3 və 5 doğrudur. Yəni cavab A variantı. 14. Hansı maddələrin hidroliz məhsulu amin turşu deyil? Deməli, harda zülal deyilsə, onun hidroliz məhsulu da amin turşu olmayacaqdır. Albumin zülalda, hemoqlobin zülalda olmaz. Tripsin və xitin. Xitin karbohidratdır, tripsin zülaldır. Deməli, deyir ki, hidroliz məhsulu amin turşu deyil. Deməli, B olmayacaq. Pektin mürəkkəb karbohidrat, selluloza mürəkkəb karbohidrat. Onların, bəli, parçalama məhsulları amin turşusu olmayacaqdır. Lizasim zülaldır. Nişasta zülal deyil, amma yenə də olmaz da, yəni hər ikisi sayılmalı idi. Glikogen zülal deyil, çünki glikagondur zülal olan, glikogen mürəkkəb karbohidratdır, ona görə də Y variantı da doğru deyildir. 15. Sxemdə DNT molekulunun müəyyən bir hissəsi verilib, sxemə əsasən doğru olmayan, yəni yanlış olan ifadələri müəyyən edin. X üçün, deməli, Y və Z. Yazır ki, Y polisaxariddir. Y polisaxariddirmi? Y nədir? Bu DNT molekulu da dezoksiribozadır və monosaxariddir. Deməli, elə biri doğru deyil. Çünki monosaxarid də axı həm dezoksiriboza, həm də riboza pentozalardandır, qurucudular, inşaat funksiyasını yerinə yetirirlər və polisaxarid deyil, yəni qısacası monosaxariddir. 2. X timin azot əsası ola bilər. Bu doğrudur, ola bilər, çünki DNT-nin azot əsaslarından biri də timindir. 3-ə deyilir ki, Z ortofosfat turşu qalıqıdır, bu da doğru bir fikirdir. 4-də deyilir Y ribozadır, Y DNT zənciri olduğu üçün riboza deyil, dezoksiribozadır. Deməli, 1 də yanlışdır, 4 də yanlışdır. Cavab A variantı. 16. DNT molekulunda 120 nukleotid var. Bunların 15'i guaninli nukleotiddir. Bu DNT molekulu 2 dəfə reduplikasiya olunduqda istifadə olunan guaninli nukleotidlərin sayı neçə olar? Ümumiyyətlə, yadda saxlayın ki, hər reduplikasiyada istifadə olunan nukleotidlərin miqdarı 2 dəfə artır. Ona görə də birincidə əgər 15 guanin varsa 15 də sitozin vardır deməkdir. Və birinci reduplikasiyada həmin 15 sitozin qarşı zəncirdə 15 guanin mühitdən alacaqdır. İkinci reduplikasiyada isə yenə də 15-15 sitozinlər ətrafdan hərəsi 15-15 guanin alıb, deməli 30 topla 15, 45 edirik cavabı.
Amma yazılı şəkildə də görsədim sizə ki, indi mən bu şəkildə dedim, nə qədər sizə aydın oldu bilmirəm. Gəlin belə deyək, belə bir ana zəncirimiz var, DNT zənciri var. Burada 15 dənə deyək ki, sitozin var. 15 dənə də ki, guaninimiz var. İndi birinci reduplikasiya 2 dəfə reduplikasiya olunub. İlk reduplikasiyada deməli bu hidrogen rabitələri qırıldı. Bunu qırdıq. Və qarşı zəncirdə təbii ki, nə olmalıdır? Qarşı zəncirin yığılması üçün deməli indi biz 15 dənə guaninə ehtiyacımız var burada. Amma bu təbii ki, bu tərəfi yığanda 15 dənə sitozin alacaq mühitdən. Deməli, bu 15 dənə sitozin alacaq mühitdən. Bunu bu tərəfə yazım ki, bax, indi uca yeni zəncir yaranıb da, yeni zəncir. Qarışdırmayaq deyənə. Burada hidrogen rabitələri, bunu da qırım. Deməli, birincini başa düşdükdə qırdıq. Deməli, burada guanin var idi. Burada da ki, sitozin. Deməli, bir dəfə mühitdən, hələ ki, bir dəfə mühitdən bizim aldığımız, bax, bu 15 dənə guanindir. Hələ ki, bir dənə o 15 dənə guanindir. İndi ikinci dəfə isə, deməli, yenə də bu zəncirlər qırılacaq və hər biri mühitdən yenidən sitozinlərə baxıram. Bax, bu sitozin yenə qarşısına 15 dənə guanin alacaq. İndi burada dardır da göstərmək. Bu 15 dənə sitozində yenə qarşısına 15 dənə guanin alacaq. Deməli, ikinci dəfə mühitdən 30 dənə guanin alınacaq. Birinci dəfə 15 guanin, ikinci dəfə isə 30 guanin və topladığımız zaman 45 edəcək. Yəni, bunu bu şəkildə uzatmağa da ehtiyac yoxdur. Elə yadda saxlayacaqsınız ki, hər reduplikasiyada istifadə olunan nukleotidlərin miqdarı 2 dəfə artır. Yəni, hansı nukleotid olarsa, o şəkildə 2 dəfə artırıb cəmlədiyiniz zaman cavabı rahatlıqla almış olursunuz. 17. Neçə növ nukleotid həm transkripsiya, həm də translyasiya prosesində iştirak edər? Neçə növ nukleotid həm transkripsiyada, deməli bu DNT nukleotidləridir, həm də, daha doğrusu DNT deyil də, DNT və RNT nukleotidləri transkripsiyada iştirak edir. Amma deyir ki, həm də translyasiyada. Translyasiyada DNT nukleotidlərinin heç biri iştirak etmir. Yəni, toplam 8 növ nukleotidimiz vardır. Bunun 4-ü DNT nukleotidləridir, 4-ü isə RNT nukleotidləridir. DNT nukleotidləri yalnız transkripsiyada iştirak edirlər, translyasiyada isə iştirak etmirlər. RNT nukleotidləri isə həm transkripsiyada, həm də translyasiyada iştirak edirlər. Ona görə cavab 4 olacaq RNT nukleotidləri. 18. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Bir də deyilir insulin, adrenalin, kalsium qalxana bənzər və fosfor. Gəlin baxaq. Nə və nə sümüklərə möhkəmlik verir? Təbii ki, burada olacaq. Deməli, kalsiumdan fosfor, o zaman 3, 5 kalsiumdan fosfor sümüklərə möhkəmlik verir. Sink nəyin? İnsulin hormonunun tərkibində olur. Deməli, bura 1 yazırıq. Yod hansı vəznin hormonunun tərkibinə daxildir? Qalxana bənzər vəzi, troksin hormonu. Deməli ki, 3, 5, 1, 4. D variantı doğrudur. 19. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Mitoxondri, xloroplast, ortaq və fərqli xüsusiyyətləri müəyyənləşdiririk. Stoplazmada 4 lipid cərgəsi var. 4 lipid cərgə deyir, hər ikisi 2 membranlı hüceyrə orqanoidi olduğu üçün 2 lipid qatı, membran sayı qədər lipid qatı vardır. Membran sayından 2 dəfə çox, çünki hər qatda da 2 dənə cərgə vardır. Deməli, ortaq xüsusiyyəti hər ikisi 2 membranlı hüceyrə orqanoidi olduğu üçün biri ortaq olaraq yerləşdirdim. 2. Hüceyrə tənəffüsünü təmin edir. Bu yalnız mitoxondridir. 2-ni mitoxondriyə yerləşdirdik. Monosaxarid sintez olunur. Monosaxarid sintez olunursa glikoza, bu olacaq xloroplast. Transkripsiya və translyasiya prosesləri gedir. Bu da yenə ortaqdır. Çünki hər ikisində ribosomda var, hər ikisində DNT-də var. Ona görə transkripsiya və translyasiyanın getməsi ortaq xüsusiyyətdir. Hidrogen protonları daxili membranın
xaricindən daxilə doğru keçir. Deməli, daxili membranın xaricindən əgər daxilə doğru keçirsə, o zaman oksigen anionları da bu şəkildə düzülmüşdür və keçid daxildən, deməli, belə deyək, daxili membranın xaricindən daxilinə doğrudursa, söhbət gedir mitoxondridən. Deməli, 5-i mitoxondriya düzürük. Çünki xloroplastlarda necədir? Elektronlar xaricdə, hidrogen protonları daxildə idi və tilakoid membranın daxilindən xaricə doğru bir çıxış var idi. 6. Daxili membranın xaricində elektronlar toplanıb mənfi yüklü elektrik sahəsi yaradır. Bu da təbii ki, xloroplastlara aiddir. Deməli, 2, 5, 1-ə getdi. 1, 4, 3-də oldu. 3, 6, 2-də oldu. Deməli, A variantı doğru cavabdır. Bunlara da diqqət edin həmişə ki, 2, 3 hansı şəkildə verilmişdir. 20. Göbələk hüceyrəsində ribosomun hissəcikləri hüceyrənin neçə cür strukturunda formalaşır? Ümumiyyətlə, evkaryot bir hüceyrədə maksimum demişdik ki, ribosom hissəcikləri 3 strukturda formalaşa bilər. Biri nüvəcikdir, digəri mitoxondridir və plastidlərdir. Amma göbələkdə bilirik ki, plastid olmadığına görə ümumiyyətlə heç bir avtotrof göbələk yoxdur. Yəni, and içmək üçün biri də yoxdur ki, deyək ki, istisna hal olaraq hansısa göbələk avtotrofdur. Ona görə ribosom hissəcikləri mitoxondri və nüvəcikdə formalaşacaq. 2 dənə struktur olaraq götürürsünüz. 21. Bitki hüceyrələrində neçə növ bir membranlı orqanoiddə karbohidrat sintezi baş verir? Bir membranlı orqanoid deyirsə, bu hamar endoplazmatik şəbəkə, bir də Golgi aparatı olacaq. Karbohidrat sintezi deməli ki, 2 dənə. Çünki, misal, karbohidrat xloroplastlarda da sintez olunur, amma xloroplast 2 membranlı bir orqanoiddir. Burada isə bizdən istənilən bir membranlı orqanoid olmasıdır. 22. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlarda hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşaraq toxuma və orqanlara əmələ gətirir ki, bunlar da bir-biri ilə sinir və humoral yolla tənzimlənir. Hüceyrə nəzəriyyəsinin 4-cü müddəasını görürük. Bu fikri hansı canlıya şamil etmək olar? Təbii ki, çoxhüceyrəli heyvana aid edə bilərik biz bunu. Bağırsaq çövü bir hüceyrəli olduğu üçün aid edə bilmərik. Leishmanioz törədicisi bir hüceyrəlidir. Ulva və ginkgo bitki olduğu üçün sinir humoral tənzim bunlara aid deyil. Sinir tənzimi. Qoturluq törədicisi isə, bəli, deməli, qoturluğun törədicisi, bu qoturluq gənəsidir. Düzdür? Deməli, çoxhüceyrəlidir. O zaman aid edə bilər. Yəni, qoturluq gənəsinə bu müddanı aid etməyimiz doğru olar. Cavab Y variantı. 23. 360 qram glikozanın tam parçalanması zamanı ATF sintetaza kanalına neçə hidrogen kationu keçər? Deməli, 180 qram glikoza tam parçalandığı zaman 24 dənə hidrogen deməli, kationu keçirdisə, indi 2 dəfə çoxdur da, 360 qram yazıb. Deməli ki, hidrogen kationu da 2 dəfə çox, yəni 42 nə idi? 48 hidrogen kationu keçmiş olacaq. 24. Bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzüm maddənin malik olduğu enerji 10.560 kilojouldur. Fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqini hesablayın. Baxın, mən dərsdə sizə dəfələrlə demişəm, digər test tapşırıqlarında da mən bunu hər dəfə izah etmişəm ki, bu fotosintezin tənliyində əzbər şəkildə bilin, hər dəfə artıq biz o hesablamayaq da 6 mol oksigen, 6 mol karbon, bu fərq 72-dir. Yəni 72 qramdır, bunu dəqiq olaraq məncə hamımız bilirik. Yəni hər dəfə hər testdə yazmışam, artıq burada yazmaq istəmirəm. Deməli ki, bu fərq zaten 72-dir. İndi bizə lazımdır ki, bax bu 10.560 kilojoul var ha. Bax bu 10.560 kilojoul nə qədər üzüm maddənin tərkibindədir? Onu necə taparsınız? Təbii ki, 10.560-ı böləcəksiniz 17,6-ya. Bu da edir bizim üçün, deməli ki, 600 qram. Deməli, söhbət 600 qram üzüm maddədən gedir
və deyir ki, bu fərq nə qədər olacaq? Baxın, 180 qram qlikoza, yəni fotosintezin tənliyində 1 mol qlikoza 180 qram qlikoza əmələ gəldiyi zaman bu fərq 72 idisə, indi söhbət 600 qram qlikozadan gedir. 600 qram qlikoza əmələ gələndə bu fərq nə qədər olacaqdır? 600-ü 72-yə vurub 180-ə böldüyünüz zaman x bərabərdir 240 olur. 25. Şəklə əsasən doğru ifadələri müəyyən edin. Biz burada bir RNT tərkibli tütün mozaikası virusunu görürük. Birdə deyilir, tərkibində polipeptid zəncirə rast gəlinir. Bu doğrudur da. Çünki zulal kapsidi var, axı polipeptid zəncir olacaq. Polinukleotidinin monomerlərindən biri timin nukleotidi, bu yanlışdır. Çünki RNT tərkibli virusdur. DNT tərkibli virus olması lazımdır ki, timinə biz rast gələk. 3. Membransız orqanoidlərə malikdir. Heç bir orqanoida malik deyildir. 4. Polinukleotidində urasil azot əsasına rast gəlinə bilər. Düzdür. Çünki bunun polinukleotidi RNT olduğu üçün urasil azot əsasına rast gəlinəcək fikri doğrudur. 5. Tərkibi polipeptid və polinukleotiddən ibarətdir. Bu da doğrudur. Çünki zulaldan və RNT-dən təşkil olunmuşdur. Zulal polipeptiddir, zulal kapsid, polinukleotid də onun RNT-sidir. 26. Doğru ifadələri müəyyən edin. Evkaryot orqanizmlərdə 20 amin turşusunu, 20 növ amin turşusunu 61 triplet kodlaşdırır. Bəli, kodlaşdıran tripletlərin sayı 61-dir. Baxmayaraq, ümumi 64 tripletimiz var. Amma bilirik ki, ATT, AST və ATS bunlar hər hansı bir amin turşu kodlaşdırmırlar və stop kodlardılar. 2. Nəqliyyat RNT-də amin turşularını kodlaşdırmayan tripletlər stop tripletlər adlanır. Xeyr, stop tripletlər deməli mRNT-də olanlardır. Nəqliyyatda isə ümumiyyətlə yox deyə yerli dibli həmin elə bir nəqliyyat RNT-ləri yoxdur. Deməli ki, bu doğru deyil. Yəni, orada stop nə isə göstərmir, axı sadəcə yoxdur. Ümumiyyətlə, o nəqliyyat RNT-ləri, 3 növ nəqliyyat RNT-si yoxdur. Ümumiyyətlə, eləsi yoxdur. Cəmi 61 növ nəqliyyat RNT-si vardır. 3. Metionin amin turşusunun antikodonu UAS tripletidir. Metionin, deməli, antikodon deyirsə, nəqliyyatda deyir. Məlumatda nə idi? AUG və bunu da nəqliyyata köçürəcəyimiz zaman deməli, adenin urasil ilə, urasil adenin ilə, guanin də sitozin ilə əvəzlənəcəkdir. Deməli ki, bəli, doğrudur. 4. Bir mRNT əsasında bir neçə növ zulal molekulu sintez oluna bilər. Bu yanlışdır. Çünki bir mRNT əsasında yalnız və yalnız bir növ zulal molekulu sintez oluna bilər. Bir neçə yox. 5. Ribosomun funksional mərkəzində maksimum 4 növ nukleotid yerləşə bilər. Bu da doğrudur. Baxın, burada triplet falan demir və nukleotid sayı demir. 4 növ nukleotid deyir. Çünki ribosomun bu fəal mərkəzində mRNT nukleotidləri hərəkət edir. Yəni, RNT nukleotidləridir. Ona görə də 4 növ olacaq. Yəni, DNT nukleotidləri yoxdur axı burada. Toplam biz 8 növ nukleotid olduğunu deyirik. 4 növ DNT-nindir, 4 növ isə RNT-nindir. Və ribosom üzərində də mRNT hərəkət etdiyi üçün deməli RNT-yə məxsus olan 4 növ nukleotid yerləşə bilər. Qısacası doğru cavab, bunu işarə etmədim. 1 doğru, 3 doğru, 5 doğru. 27. Uyğunluğu müəyyən edin. Fotosintezin qaranlıq və işıq fazasını müqayisə edirik. Molekulyar oksigen əmələ gəlir. Hansında idi molekulyar oksigen əmələ gəlməsində? İşıq fazasında. Düzdür, əlavə məhsuldur. Suyun parçalanmasından əmələ gəlir. Amma yenə də, belə deyə də, işıq mərhələsində əmələ gəlir. A variant. A-nı yazırıq işıq fazasına. B. Xlorofildən ayrılan elektronlar qranların membranlarının xaricində mənfi yüklü elektrik sahəsi yaradır. Yenə də işıq fazasında baş verən prosesdir. Karbonun fiksə olunması üçün ATF, ADF çevrilir. Bu artıq qaranlıq faza stromada Kalvin siklində baş verir.
Monosaxaridin sintezi stromada gedir. Bəli, Calvin siklində D variantı da 1-ə uyğun oldu. Y variantı əsas məhsulu ADF-dir. Bu heç birinə uyğun deyil. Çünki işıq mərhələsinin əsas məhsulunu ATF deyirik, amma qaranlıq mərhələsində əsas məhsul isə qlikoza deyirik. Deməli ki, Y heç birinə uyğun deyil. Gəldik situasiya sualına. Deyilir hemoqlobin zulalın genin yerləşdiyi DNT molekulunun bir zəncirində 6-cı yerdə sitosin, timin tripletlərinin ikinci nukleotidi, yəni bu, mRNA-yə urasil kimi köçürülərsə, glutamin amin turşu deyil də valin amin turşusu kodlaşdırılar. Bu isə eritrositlərin oraq şəkilli forma almasına və oraq şəkilli anemiya xəstəliyinin yaranmasına səbəb olur. Tamam. İndi deyir ki, bu zulal neçə zəncirə malikdir? Söhbət yenə hemoqlobindən gedirsə, zulal neçə zəncirə malikdir? Hemoqlobin demişdik ki, 4 dənə globuladan təşkil olunur. 4 dənə globula nə deməkdir? Elə 4 dənə zəncir deməkdir də. Üçüncülü quruluşda olan zulal bir globuladan ibarətdir. Çünki o yumağın əmələ gəlməsə, yumaq elə globula deməkdir də. Bir dənə globuladan ibarətdir. Dördüncülü quruluşda isə artımca hemoqlobin 4 dənə globuladan təşkil olunub. Deməli, 4 dənə orada zəncir vardır deməkdir. Deməli, neçə zəncirdir? 4 dənə zəncirdir. Zəncir sayı 4 olacaq. Və bu zulalın bütün funksiyaları zulalın neçəncili quruluşunda tam özünü göstərir. Yəni, bu zulaldan hemoqlobindən söhbət gedirsə, əksər zulallar üçüncülü quruluş səviyyəsində öz funksiyalarını yerinə yetirsələr də, hemoqlobin dördüncülü quruluş səviyyəsində öz funksiyasını yerinə yetirir. Deməli ki, dördüncülü quruluşda. Sonra deyir, valin amin turşusunun translyasiyasına qədər, deməli ki, 6-cı yerdə dayanmışdı valin. 6-cı yerdə dayanıbsa, onun, yəni 6-cının translyasiyasına qədər amin turşuları arasında neçə peptid rabitə yaranır? Bura qədər çözək. Deməli, 6-cı yerdədirsə 1, 3, 4 və 5. 1, 2, 3, 4 və 5, 6-cı hələ translyasiya prosesi getməmişdir. Ortada 5 amin turşu, 4 dənə də peptid rabitə vardır. Neçə peptid rabitə yaranar? 4 dənə peptid rabitə yaranar. 4 dənə peptid. Və bu amin turşusunun kodunun transkripsiyasında neçə növ azotlu əsas iştirak edər? Deməli ki, burada nə idi? Sitosin, timin. Düzdür. Buradan, bu tripletdən ikincisi urasil olaraq, deməli, əslində timinin komplementarı adenindir də, düzdür. DNT-də timin RNT-yə adenin kimi köçürülməlidir. Amma urasil kimi köçürülürsə, vəziyyət nə olur? Deməli, olur burada guanin, urasil, adenin. Çünki sitosin guaninlə əvəzlənir. Timin əslində adeninlə əvəzlənməlidir, amma bir xəta olur, urasil ilə əvəzlənir. Digəri isə doğru əvəzlənir. Deməli ki, bir növ bu DNT-də nə demişdi burada? Neçə növ azotlu əsas. Azot əsas deyil, nukleotid demir. Deməli, sitozin də var, timin də var, guanin də var, urasil də var, adenin də var. Qısacası 5 növ azotlu əsasın 5-i də var. O zaman 5 növ azotlu əsas. İndi siz biraz orada belə bir sual düşsə ətraflı yazarsınız. 30. Valin amin turşusuna qədər translyasiya olunan amin turşularının radikallarının kütləsi 270 olarsa, radikal bəlli olmadığı zaman biz 54 olaraq götürürük. Əgər radikal bəllidirsə, bizə bu şəkildə kütlələrinin cəmini verməlidir. Amma burada zaten 270-i 5-ə böldüyümüz zaman elə 54-ü alırıq. Nəysə. Qısacası, yəni radikalı ayrı yazırsınız, çünki radikalı verib də bizə. Radikal nə qədərdir? 270 atom kütlə vahidi. O zaman bizə lazım olan funksional hissələrin kütlə payının hesablanılmasıdır. Ortada valinə qədər, deməli 5 dənə amin turşusu var idi. Bundan sonra, belə deyək, burada bir zəncir davam etməyinə edir. Yəni, zəncir davam edir. Çünki 6-cı artıq valin amin turşudur. Yəni, qısacası, buradan da 5-ci amin turşudan da 18 molekulusu ayrılmışdır. Amma bizə
Sırf ön 5-də olanın, yəni ora qədər olan amin tuşlarının kütlələrinin cəmi nə qədər olar deyir. O zaman birincini funksional hissə üçün 57 götürəcəm. Çünki 111 biz amin tuşu demişdik. Funksional hissədə 57-dir. Ortada olanların isə hamısı 56 olacaq. Sonuncu da 56-dır. Çünki yenə də amin tuşu birləşdirilib. Qısacası 56-nı vuraq 5-ə, üzərinə də gələk 1. Yəni bu bizim funksional hissə etsin. Bu 1 gəldim, bu 57 olandı da, yəni hamısını 56-ya düşürtsək, 56-nı 5-ə vurub üzərinə birincidə bir dənə artıq olduğuna görə hidrogen, onu üzərinə əlavədən gəldim və bu etdi bizim üçün 281. İndi topladığımız zaman radikal ilə funksional hissəni, yəni 270 topla 281 bərabərdir. Deməli, 551-ə. Cavab 551.